Yeni dünya düzəni yazılır və bunu yazan məhz İran İslam Respublikasıdır. Kimsə İranın ultimatumlarına və xəbərdarlıqlarına diqqət etməsə cəzalanacaq. Bunu Vaşinqton da çox yaxşı bilir və əməl edir. Salam əleykum əziz izləyicilər, Yumruq Mediada sizi bir daha xoş gördük. Mən və Rıza Kazimi qardaş bir daha sizin xidmətinizdəyik və son olayları təhlil və analiz etmək üçün sizin xidmətinizə gəlmişik. Mən də öz növbəmdə salamlayıram hər kəsi, sən də əziz izləyicilərimizə xoş gəldin. Allah razı olsun, təşəkkür. Bəli, əziz izləyicilər, bildiyiniz kimi atəşkəs kağızda hələ də yerində qalarkən qarşıdurmalar baş verir, məhdud əməliyyatlar baş verir. İranla İsrail arasında oldu ilk, sonra İranla Amerika arasında. Qısa şəkildə qeyd etmək istəsək, İran ultimatum vermişdi və təyin etmişdi ki, Beyrutdakı Zahiyə prospekti ki, şiələrin yaşadığı məkandır. İsrail tərəfindən hücuma məruz qalarsa, İran da cavab olaraq İsrailin şimal ərazisində əməliyyatlar həyata keçirəcək. İsrail buna etina etmədi, Zahiyədə məhdud bir əməliyyat etdi. İran isə neçə qat artığı ilə Hayfa və şimal ərazilərə hücum etdi. Və ondan sonra məhdud qarşıdurmalar baş verdi. Pentagonla Tel Avivin arasında ciddi problemlər yarandı. Sonra növbət gəldi İranla Amerikanın qarşıdurmasına. Hörmüz boğazının üzərində bir Apache vertolyotu ki, CENTCOM qüvvələrinə, yəni Amerikanın qüvvələrinə məxsus olan Apache vertolyotu İran hava müdafiə sistemləri tərəfindən vuruldu. Amerika cavab olaraq İranda geniş bir əməliyyat həyata keçirdi. Əməliyyat bitər-bitməz İran daha ağır bir cavabla Amerika ilə qarşılaşdı. Bu olaylardır və inşallah onları analiz etmək istəyirik. İnşallah sonuna qədər izləyəsiniz. Bu mərhələləri ki, sən sayırsan və əslində bu mərhələlər sən elə özün qeyd etdiyin kimi yeni yaranmaqda olan artıq prosesləri gedən nizam və düzənin göstəriciləridir. Və bu yeni nizam və düzən istəyir döyüşün taktikası baxımından, istəyir texniki dəyişimlər baxımından İran tərəfindən məxsusən və istəyir də bunların hamısını bir yerə toplayanda strateji baxımdan baxanda bu bir çox sektorlarda özünü göstərir. Həm hərbi arenada, həm son günlərdə kiber arenada, həm də Hörmüz boğazı mərkəzliyi ilə və indi də Bab-el-Məndəb məsələsi ortaya çıxdı. Bunlarla məxsusən iqtisadi arenada özünü göstərir və sadaladığın hadisələr əslində Amerikanın, biz podkastlarda da səninlə təhlil edəndə toxunurduq buna, yol qalmayıb Amerika və koalisiyası, çünki başda İsraildə onun ən böyük bazası, yol qoymadı Amerika. Biz yadıma gəlir, bu döyüş başlamadan öncə dedik ki, əslində bu müharibə qəti şəkildə olmamalıdır və olmayacaq da. Amma 1% ehtimalı buna görədir ki, bütün dünyanın ağıllı adamlarının başa düşdüyü, ən azı fiziki hesablamalarla belə başa düşülən, hələ mən yuxarı hesablamalardan danışmıram, bu hesablamalarla belə baxanda olmamalı idi. O 1%-i seçdilər və yadımdadır, sən o podkastda bir qəşəng söz işlətdin. Dedin ki, bilmirəm, kimə istinad elə dünya? Dedin, həm Amerikanı batıracaq, həm... Təhlilim buydu. Deyirdim ki, Amerikada o ağıllı insanlar ki, məsləhət vermədilər Trumpa. Deyirlər ki, bu müharibəni başlasan, bu müharibə həm səni bitirəcək, həm bizi bitirəcək, həm Amerikanı bitirəcək. Çünki səhv hesablama üstündə gəlmişdi. Yəni, əslində bəlkə də səhv hesablama da deməyək buna. O qədər səhv hesablamadır ki, biri var səhv hesablama, biri də var əslən hesablama yoxdur kimi göründü. Və nəticələridir indi. Sən sadaladığın bu ardıcıllıqlar bunun nəticələridir ki, İran da bunun əvvəllərdə İran bəzi məhsulları buna bir-iki dəfə zəmzəmə olundu, amma axıra qədər deyilmədi. Sanki bir işarə idi.
ki, ali məqamlı şəhid rəhbərimizin də öndərliyi ilə bu 20 ildən çoxdur hazırlaşırdıq biz buna. Onlar hazırlaşırdıq deyəndə adətən fikrə ilk gələn əksər insanların birinci fikirləşdiyi budur ki, İran silah texnikası ilə, döyüş taktikası ilə hazırlaşıb buna. Bu, amma tək bu deyil idi. Tək bu deyildi, ümumi strateji olaraq İran hazırlaşmışdı buna. Həm diplomatik, həm döyüşlə diplomatikanı bir-birinə necə qatıb-qatışdırmaq. Bu günləri yeni nizamın yaranmasının ən bariz göstəricilərindən biri İranda Qərbin ümid elədiyi qüvvələrin səsinin təqribən boğulmasının nəticəsində artıq onlar yaradırdılar həmişə İranda. Diplomatiya ayrı, meydan, yəni silahlı qüvvələr ayrı görüntüsü göstərməyə çalışırdılar. Necə ki, cəmaatın başına papaq qoyub Amerika ayrıdır, İsrail pisdir, Amerika yaxşıdır görüntüsü göstərməyə çalışırdılar. Bütün bu fitnələr rəhbərin qanı ilə söndü və bu gün yeni nizamın göstəricilərindən biri də İranın artıq diplomatikasının, mən öz kanalımda, o digər kanalda bir çıxış edəndə dedim bunu. Biri var diplomatika və meydan və içəridəki xiyabandakı insanlar koordinasiyalı hərəkət edirlər. Biri də var, bundan da irəli keçib İranda. Artıq həm xiyabandakı insanlar, həm dövlət strukturaları, yəni dövlət məsulları, həm də meydanın hamısının sözü elə meydan sözüdür. Məsələn, cənab Ərakçının dünənki tweetinə baxanda görürsən ki, Amerika təhdid eləməyə başladı Trump. Bəzi məsullar təhdid elədi. Ən qəşəng tweeti mən Ərakçıda gördüm. Ərakçı qəşəng bir dənə uzun tweet qoymuşdu, amma bir dənə hissəsi var idi onun. Deyirdi, xarici qüvvələrə yeri yoxdur burada və xilas olmaq üçün qaçıb çıxıb getsinlər. Tez özləri qaçsınlar. Bu hərbi dildir. Artıq yəni biri var diplomatik dillə danışa, təhdidlə danışa, diplomatik dillə. Hərbiyə dəstək ola. Amma bir də var, məsələn, bilməsəydin ki, ona Ərakçı, tweetin başından Ərakçının şəklini götürsəydin, elə biləcəydin ki, Xatəmül Ənbiya verib bu açıqlamanı ya da qüvvələr, İnqilab keşikçiləri qüvvələri verib ya İran ordusu verib. Yəni, nizamın göstəricilərindən biri də budur. Bəzi nüanslar da var ki, inşallah söhbətin davamında yadıma düşsə ona toxunacam. Göstəricilərə inşallah. Bu çox gözəldir. Doktor Qalibafın bir 9 dəqiqəlik səs yazısı oldu ki, onu mən dünən Telegram kanalında elə açıqlayıb təhlil etdim. 4 cəbhə təyin edir ki, hal-hazırda düşmənlə İran arasında 4 cəbhədə mübarizə davam edir. Birinci cəbhə hərbi cəbhədir. Raketlə, silahla, pualarla və dəniz qüvvələri, hava kosmik qüvvələri və sair qüvvələrlə görürük ki, məhdud əməliyyatlar da olsa davam edir. İkinci diplomasiyadır. Diplomasiya meydanında və izah edir. Doktor Qalibaf orada gözəl bir izah edir ki, o sənin sözün tamamlayır. Deyir, düşünməyin diplomasiyanın, yəni diplomasiya deyəndə belə bir təsəvvür yaranmasın ki, bağlı qapılar arxasında mehribancasına gülər üz düşmənlə oturub bir söhbət edirik. Xeyr. Çox gözəl idi o. Diplomasiya meydanın, yəni silahlı qüvvələrin müharibədə əldə olan nailiyyətləri siyasi və iqtisadi nailiyyətləri çevirmək üçün və möhkəmləndirmək üçün olan danışıqlara biz deyirik. Yəni biz deyəni eləməlidirlər. Bəli. Məsəl üçün, düşmən məğlub olub, Hörmüz boğazında İran öz kontrolunu əldə edib və İranın icazəsi olmadan heç bir keçid Hörmüz boğazından hal-hazırda mümkün deyil. Bu meydanın əldə etdiyi bir nailiyyətdir də. Bu müharibədə və silahın əldə etdiyi, silahlı qüvvələrin əldə etdiyi bir nailiyyətdir. İndi burada diplomasiya daxil olmalıdır. Ölkələrlə əlaqə qurub, onlar üçün bir sistem yaratmalıdır ki, ödənişlərini edib keçsinlər. Bu bir nümunə. Digər nümunə, gedir düşmənə deyir ki, sən müharibə etdin. Gəldin, mənim infrastrukturlarımı vurdun, mənim filan obyektlərimi, mənim inşaatımı, məktəbləri, yaşayış binaları və filan vurdun. Ziyan ödəməlisən. Silahla sən düşməni otuzdıra bilibsən o masaya, diplomasiyayla gedib o iqtisadi və siyasi nailiyyəti əldə etməlisən. Yəni, o çox gözəldir ki, doktor Ərakçının ki, deyirsən, çox maraqlı və yerində ki, yəni, doktor Ərakçı bu ölkənin diplomasiya sisteminin başçısı olaraq, yəni Xarici İşlər Naziri, yalnız meydanın və müharibədə silahlı qüvvələrin əldə etdiyi nailiyyətləri siyasi və iqtisadi
nailiyyətlərə və təsbit olunmuş nailiyyətlərə çevirmək üçün atdığı addımlardır. Ki, Doktor Qalibov da çox gözəl bir məqama vururlar. Deyir ki, biz sadə bir qələbə istəmirik. Biz mühəndisliklə kamil və tam şəkildə olan bir qələbə istəyirik. Mühəndislik nə demək? Yəni, elə bir qələbə istəyirik ki, 100 il sonra, 50 il sonra, 10 il sonra, 5 il sonra hər hansı bir zamanda kimsə kitabı açıb tarix kitabını 2026-cı ildə baxanda baxacaq ki, burada Amerika ilə İranın müharibəsi olub, sonda baxacaq, nəticəyə baxacaq İran qalib gəlib. İkinci bir söz olmasın. Bu, yəni tam şəkildə bir qələbə belə təbir olunur və İran da onun üçün çalışır. Və İran zahiyədə olan o hadisələrdən başlayır detallara getməyə. Çox mühüm bir məsələ burada nə idi? İlk dəfə idi ki, tarix boyu həm başlanğıcı İran vurdu, həm sonu. İran həmişə müdafiə xarakteri. Yəni, bu çoxlarının bildirdikləri irad idi ki, İran həmişə müdafiədədir. İran həmişə özündən müdafiə xarakterli əməliyyatlar həyata keçirdi. Birinci Sadiq Vəd, ikinci, 12 günlük müharibə, 40 günlük müharibədə. Bu ilk dəfə idi ki, İran hücum etdi. Hücumu İran başlatdı. Müdafiə xarakterli deyildi. Niyə? Çünki İranın ərazisində bir hücum olmamışdı ki. Ya İranın hansısa bir şəxsiyyəti terror olunmamışdı ki. İran hücum etdi. Düzdür cavab verdilər. Yenə son zərbəni İran vurdu. Onlar gəldilər, cavab verdilər və yenə son zərbəni İran vurdu. Və bu onu göstərir ki, İran silahlı qüvvələri artıq o özgüvəni özlərində var idi ya. Bu sadəcə bəzi məsləhətlərə görə İran səbəb olurdu ki, özündən müdafiə aktlı addımlar atsın. Amma o özgüvəni də izah edəcəm indi, niyə özgüvən sözünü işlətdim. Səbəb olur ki, İran artıq hücum edir və son zərbəni də yenə də İran vurur və İsrail atəşkəsə yalvarır orada. Mən niyə deyirəm özgüvən burada? Çünki baxın, İranda həmişə o güc olub ki, hücum etsin. Bunu birinci Vəd Sadiqdə də göstərdi, ikincidə də göstərdi. İkinci Vəd Sadiq ki, baş verdi. Həmən dönəmə qədər, indi bilmirəm bu iki müharibədə ondan böyük əməliyyat olub yoxsa, həmən dönəmə qədər dünyanın ən böyük balistik raketlə olan əməliyyatı idi. Möhtəşəm bir şey. 180 balistik raketi bir anda İsrailin başına yağdırdılar. Möhtəşəm bir əməliyyat idi. Ərazidə deyil ki, bəli. Və o özgüvən yəni İranda var idi. Amma bu ki, başlaya və son zərbəni də özü vura, bu özgüvən sözünü istifadə edirəm. Çünki artıq güvənir və arxayındır ki, Amerika tərəfindən geniş miqyaslı müharibə üçün məhz bu anda hazırlıq yoxdur. Bəli. Bu səbəb olur ki, güvənir. Amma müharibə də ola bilər və yenə də bu addımı atır. Niyə üçün bilir, əgər geniş miqyaslı müharibə olarsa, yenə də öhdəsindən gələcəm. Bu iki faktor nəzərə alınır. Təkid edir ki, nəinki bölgəsəl, hətta artıq regionaldan kənara çıxardılır. Bəli, Mohsen Rezai, General Mohsen Rezai CNN-lə müsahibəsində 3 zonanın, 3 regionun adını çəkdi. Bir, Qırmızı dənizi qeyd etdi, 2 Hind okeanını, 3 də Babul məndəbi. Yəni bu 3 region deyərək, yəni Qırmızı dənizin yuxarısının, şimalını deyərkən Avropa ölkələrini də bir növ nəzərə alırdı. Və mühüm hadisə idi. Yəni bu əməliyyat ki, İsrailə qarşı İrandan həyata keçdi. Bu strateji baxımından çox önəmli bir əməliyyat idi. Və orada bir şey mən gətirmək istəyirəm söhbəti. Amerika ilə İsrailin arasında ixtilaf, mən yadıma gəlir bir dəfə şəhid İmam Xameneydən bir qeyd gətirdim podkastlərin birində ki, bir dönəm gələcək ki, Amerika öz mənafeyinə görə İsraili qurbanına verəcək. Bu sözü biz deyəndə mən dəfələrlə görmüşdüm ki, bizə bir növ baxırlar ki, Amerika İsraili tək qoyandı. Ya bir növ bizə deyirlər ki, siz necə analiz edirsiniz ki, İsrail ilə Amerikanı bir-birindən ayrı görürsünüz. Və belə bir iradlar bizə bildirirlər. Amma artıq baxıram Axios o haqda yazdı. New York Times o haqda yazdı, Bloomberg o haqda yazdı, Reuters o haqda yazdı, Times of Israel, İsrailin öz mediaları belə yazdılar ki, Trumpla Netanyahu arasında ciddi ixtilaflar var. Və bunların ixtilafları nə zaman alındı? O dediyimə görə ki, Amerikanın geniş miqyaslı müharibəyə heç bir hazırlığı yoxdur və İsrailə qəti şəkildə elan etdi ki, cavab zərbəsi vermə və İsrail etina etməyib İrana zərbə vurdu. Amerikanı yenidən geniş miqyaslı müharibəyə sürükləmək istədi, Amerika gəlmədi.
Mən baxırdım ki, məsəl üçün hansı ifadələrdən istifadə edirlər dünyada o ekspertlər bu məsələni izah edəndə. Deyirlər ki, İran bir gün ərzində həm İsrailin cavabını verdi, həm Amerikanı nokaut etdi, həm dünyada öz hegemonluğu, öz super güclülüyünü təsbit etdi. Və buradan o ixtilaflar görür ki, yaranır ki, mənə maraqlıdır bu ixtilaflar haqqında sənin fikrini bilmək istəyirəm. Əlbəttə, indiyə qədər Amerika və İsrail məsələsində, bəli, mən özüm də bilmirəm, öz o digər kanalda bir-iki dəfə toxunub keçmişəm ki, şəhid rəhbərimizin bir sözü var idi. Onu gərək bir dənə tapam, onun videosu məndə var idi əvvəl. Bir qısa videosu da var. Orada bir neçə il bundan öncə demişdi ki, iş o yerə gələ bilər ki, bu ehtimalla var ki, Amerika İsraili tək qoyacaq ehtimal da var. Yəni, bu fəda eləyib gedə bilər. İndi bu mərhələdəmi, biraz məcbur qalacaq sonraki mərhələdə, onu bilmirəm. Amma bu ehtimalı mən də verirəm şəxsən. Amerika son ana qədər, təbii ki, bu Epstein'i filan, dəfələrlə demişik də, bu siyonist lobbisini nəzərə alanda, bəziləri, sən dünyada bir şeyi də deyim, qoy burada, elə bu məsələyə aid. Baxıram ki, müxtəlif medialarda filan, hətta bir dost düşmən fərqi yoxdur. Təhlil edəndə, hətta İranın da daxilində, mənim nəzərimdə bu səhvdir. Təhlil edəndə deyirlər ki, Netanyahu Trump'ı məcbur etdi. Məncə bu yanlışdır bir neçə baxımdan. Niyə görə? Əslində, kökündən vursaq ki, niyə yanlışdır səbəbi, bir köklü səbəbi. Bütün bilən ağıllı adamlar bilir ki, Netanyahu və Trump'ın hər ikisi siyonist cəbhəsi tərəfindən və evangelizm tərəfindən kontrol olunan şəxslərdir. Nəinki deyək, belə göstərirlər bəzi təhlillərdə ki, sanki söz sahibi Netanyahu'dur, Trump'ı məcbur eləyir. Belə göstərirlər. Xeyr, sən sözün də bir növ təsdiqi gələcək ya burada. Niyə görə? Bunu hesablayırlar, sonra deyirlər ki, heç cür Trump Netanyahu'nun sözündən çıxa bilməz. Bəs heç vaxt bunlar ayrıla bilməz. Xeyr, elə deyil. Bəli, bu baxımdan ki, bunlar eyni yerdən idarə olunur, özləri bilsələr də, bilməsələr də, onları idarə edənlər o fiquru seçir həmişə, onu şişirdir, sonra da gətirir, qəşəng qoyur başa, uzun müddətli planlarını hesablayır, onların rəftarı ilə avtomatik o plan icra olunur. Çünki hesablayırlar bunu. Trump da elə hesablanıb Amerikada və onu Amerikanın, belə deyək də, balası, siyonist rejim burada, İsrail, bunlar da elə hesablanıb əslində. Düzdür, bir yerdən idarə olunurlar və elə idarə olunurlar ki, sözləri də axırda bir olsun. Amma mənim nəzərimcə, aldatma əməliyyatı indiyə qədər elədilər bunlar. Güya ayrı göstərdilər, amma əslində bir idilər. Ayrı göstərdilər, amma bir idilər. Mən bir misal vurum, həm bir ayrı olmadıqlarını indiyə qədər mənim nəzərimdə sübut edir bu misal. Həm də ayrılmaq potensiallarının dünyanı şoka salacaq qədər böyük olduğunu göstərir bizə. Necə? Mən əvvəllər yadıma gəlir, məxsusən Tufanın Rəqsadan bu tərəfə bəzi çıxışlarda bir söz misal gətirirdim bunların ikisinə aid. Deyirdim ki, bizdə bir meyxana da var idi, Papanın gül balası məsələsi. Bəli. O meyxana təbii bir həyatdan götürülmə, bəzi varlı adamların övlad tərbiyə edə bilməməsinə misal vururdu. O qılıncını dalıb kəsər, qabağa kəsər dünyada. Papanın gül balası necə olur? Mən həmişə bu misalı vururdum. Deyirdim, baxın, Papanın gül balası məsələsi hansı ata və övlad arasında bu münasibət olur? Ata övladının bütün həyatının hər sahəsini öz pulunda görür. Belə eləyəcək pulun verəcəm, nə bilim, belə eləyəcək pulun verəcəm, filan təhlükəyə atacaq pulun verəcəm. Nə istəsə, Papanın gül balası, nə istəsə mən bunun üçün eləyəcəm. Amma bir zaman gəlir, bəzən filmlərdə də bəlkə belə bir şey çıxar qabağımıza. Bu Papanın gül balası bir dəfə hoqqa çıxardır, 2 dəfə hoqqa çıxardır. Papa canıdır axı, bu papasının canıdır bu bala. İstər-istəməz ayrıla bilmir. İndi Amerikanın canıdır bu İsrail, Şuşada divin canı. Ayrıla bilmir. Hey onun üçün xərc verir, hey onun üçün xərc verir. Zaman o yerə gəlir çıxır ki, hətta
Hətta bax fikir ver, bəzi yenə də deyirəm, filmlərdə də ola bilər bu, əgər səhv eləməsəm. Hətta nəinki ata bezir, muflis olur, bankrot olur ona görə, məsələn, da ona baxmır. Heç. O da gedir özün vurur, dağa daşa öldürür. Bəzən elə bir nüanslar da ortaya çıxır ki, hətta ata bezir, özü öz balasını öldürür. Çünki öz həyatı təhlükəyə düşüb. Mərkəz təhlükədədir. Bu fəlsəfə ilə, bu məntiq ilə baxanda, bu Quranın məntiqidir də, Həşr surəsində deyir ki, təhsəbuhum cəmiən, qulubuhum şətta. Sən elə bilirsən, onlar birdir. Amma ürəkləri bir deyil. Niyə görə biz söhbət eləyəndə deyirik, sən tək çıxışında da dedin oyunları, bir podkastda da bir dənə toxundun, son podkastda səhv eləmirəmsə. Bu qəşəng məsələdir və çox həssas məsələdir ki, prinsipial əsaslara qayıdır əslində. Dedin, o tərəf, qarşı tərəf proksiləri var. Proksi kimi baxır. Ərəb ölkələrinə, hətta İsrailə də lazım olsa proksi kimi baxır. Proksi nədir? Proksini qalxan qərar verirsən özün üçün. Proksi münasibətində heç vaxt özünü onun yerinə fəda eləmək yoxdur. Bəli. Amma dedin Amerika, İran digərləri o müqavimət oxuyla müttəfiqdir. Nəinki proksi. Həqiqətən qarşı tərəf onu istəyirdi ki, belə göstərsin ki, niyabəti deyirlər də proksidir. Xeyr. Müttəfiqlik və İran da bunu iddia edir. Müttəfiqlik prinsipi Allah prinsipi əsasındadır. Quran deyir ki, innəməl mu'minunə ixvə. İnnəmə bilirsən də ərəbdə. Kəsinliklə. Yəni, Kəsinliklə. Fəqət müminlərin arasındakı münasibət bir dənə münasibətdir. O da qardaşlıqdır. Qardaşlıqda bir-birini, əsas mən özümü görmürəm, səni görürəm. İkinci faydası budur ki, səni qorusam özümdə qorunacam. Amma qarşı tərəf proksidir. Elə göstərir ki, güya İran da Allah məsələn ona görə müdafiə eləyir ki, Livanı vursalar İranın da xətərdir. Bu ikinci faydasıdır. İranın Yəməni, Livanı filan o digərlərini qorumaqda birinci hədəfi İslami prinsiplər əsasında, qardaşlıq əsasındadır. Onun faydası ikinci nəticəni çıxardır ki, bəli, orada qorumasa İran da mərkəz olaraq xətərə düşəcək. Bugün yeni düzəni, bax bu dediyimiz bu düzənləri, müttəfiq olmasının ortaya çıxması, qarşı tərəfin parçalanma potensialının artması və vaxt gələ bilər ki, İsraili fəda edə bilər. Bu hadisələr də biraz sanki sən demiş, elə bil qırılcımın yaradır. göstərdi sanki. Məhz o prosesin həyata keçmə mərhələsində olmasa, ən azından bir o prosesin başlanmasının göstəricisidir. Sən danışarkən mən yazırdım ki, o Həşr surəsi 12-ci ayəni tapım ki, gözəl yerində də çatdırın da ona asıl baxırdım. İsrailin yaranmağına baxsaq, Böyük Britaniya hegemoniyası tərəfindən yarandı və onların Orta Şərq dedikləri, biz Qərbi Asiya deyirik, regionuna idarə etmələri üçün, kontrol etmələri üçün yaranan bir hərbi bazadır. Böyük Britaniya öz hegemonluğunu əldən verdikdən sonra bu quduz itin bir növ zinciri Amerikanın əlinə verildi və Amerika artıq onu idarə etməyə başladı. Yəni, məhz o təbir ki, dedim, proksi nə deməkdir? Proksi qalxandır. Və hal-hazırda o qalxan Amerikanın mənafeyinin, Amerikanın hegemonluğunun, Amerikanın dövlətçiliyin belə iddia edə bilərik ki, təhlükəyə salır. Tamam. Və onu təhlükəyə salan bir quduz ittir ki, artıq öz yəsinə tərəf verir. Mən o söhbətdə onu da dedim ki, təhlükə burada nədədir? Trump əminliklə çıxır Fox News-la müsahibəsində deyir ki, mən Netanyahu'ya tapşırıq verdim ki, İrana cavab hücumu olmayacaq. Özgüvənlə danışdı bunu. 2 saat sonra İsrail İrana hücum etdi. Bu onu göstərir ki, bu quduz it artıq öz sahibinin sözünə belə qulaq asmır. Və İran niyə vurdu İsraili? Çünki Zahiyyədəki şiələrə qarşı hücum olmuşdu. O qardaşlıq, o proksi deyil burada. Heç kim deyə bilməz proksidir. Bu qardaşlıq, müttəfiqlik sözüdür ki, müttəfiqinə görə İranın milli təhlükəsizlik siyasətləri, ki, ölkənin ən yüksək siyasətləridir, orada belə bir nəzərə alınmışdı ki, mütləq mən bunu bilirəm ki, ali məqamlı rəhbərimiz və digər komandirlər və şəxsiyyətlər
İndi ali məqamlı rəhbərin təbii ki, tapşırıqla o əməliyyat həyata keçmişdi. Bunu nəzərə almışdı ki, lazım olsa geniş miqyaslı müharibə bir də başlayacaq. Lazım olsa bir daha şəhidlər verəcəyik. Lazım olsa infrastrukturlarımızda vuracaqlar. Böyük zərbələr alacaq, amma müttəfiqimizi biz tək qoymayacaq orada. Bu həmən dediyin İslami, həmən dediyin qardaşlıq və həmən dediyin o əsl İranda dedikləri təmiz Məhəmməd İslamı sallallahu aleyhi. Bu onun göstəricisidir. Və orada da mən gördüm ki, Amerikanlılardan, xaricilərdən hamı yazırlar ki, çalışın həyatda özünüzə İran kimi dostlar tapın. Özünü təhlükəyə salın, atəşin içinə girir ki, səni xilas eləmək üçün. Həqiqətən də elədir. Allah Möhtəşəm bir şeydir. Bəli. Qarşı tərəfdən amma elə deyil. Dediyin kimi, yəni Quran ayəsi açıq-aşkar deyir ki, onları müttəfiq zənn etmə. Onların aralarında ixtilaflar var. Niyə? Çünki təəqqül, ya düşünməzlik, o düşünmə də təbii ki, indi başqa mənaları var. Bu da sadəcə yəni düşünmək insani deyil. düşüncələri yoxdur. Bəli. Orada amma bunlar bir yerdə ola bilər, bir koalisiya yaradıb İrana hücum edirlər. Ola bilər 13-cü günlük müharibədə həqiqətən də bəzilərini aldadmışlar ki, İsrail ilə Amerika arasında ixtilaflar var. Birdən qəfil hücum etdilər İrana. Amma hal-hazırda həqiqətən o mənafe, o dünyəvi baxırlar axı bunlar. Bu deyir ki, mən şəhid olacağam. Gəzəm o Livanlı şəhid qardaşımla bir yerdə Allahımın yanında rizq və ruzi alacam. Əndə Rəbbihim yurzağundur da. Həqiqi aləmdən. Bəli, deyir ki, o Livanlı qardaşım ki, Livanda şəhid oldu. Mən də burada Tehranda şəhid olacam. Gedəcək Əndə Rəbbihim yurzağun. Rəhbərimiz, üzr istəyirəm, Rəbbimizin yanında rizq alacaq. Deyəcək isə dünyəvi baxır. Qarşı tərəf dünyəvi baxır tam bu məsələyə. Çox gözəl yerə gətirdin bu söhbəti. Dünyəvi baxır deyə burada artıq Amerikanın dövlətçiliyi problem yaranır. Amerika dövlətçiliyi istəyir ki, o mifi qorusun, hegemonluğunu qorusun, süper güclülüyü qorusun. Bir də özünə gəldi ki, 40 gün müharibədir İranla və Rus və Çinə qarşı hazırladığı silahların yarısını, 3də 2-sini istifadə edib. Rusiya 4 ildə istifadə elədiyin 40 gündə orada istifadə edib. Rusiyada 4 ildə istifadə etdiyi Patriotun 3 qatını İranla müharibədə istifadə etdilər. Bir də özlərinə gəldilər ki, resursları bitir. Hegemonluğu gedir bu ortada. Burada artıq o dövlətçiliklə problem yaranır. İsrail isə yox, İsrail geniş miqyaslı müharibəyə başlamaq istəyir. Bir daha qeyd edirəm. O həmən söhbətdə qeyd etdim. Bu o demək deyil ki, İsrailin vəziyyəti yaxşıdır. Bu o demək deyil ki, İsrailin hələ də gücü qalıb. Bu o demək deyil ki, İsrail İranla müharibəni davam etdirə bilər. İsrailin gücü 12 günlük müharibə idi. Ki o da 8-ci gün artıq dizlərini yerə qoyub əllərini qaldırmışlar, yuxarı təslim olmuşlar. 4 günə bir 4000 dəfə iltimas. Və gücü o idi İsrailin. Amma niyə davam etmək istəyir? Çünki bu quduz itin başında oturan bir varlıq var. İnsan demək adam həqiqətən dili gəlmir. Adı Netanyahudur. Öz həyatını və öz xilasını müharibədə görür. Bu dəqiqə müharibələr Qəzza cəbhəsində, Livan cəbhəsində, İran cəbhəsində tam bitsin. Sabahdan bunun mühakiməsi başlayacaq İsraildə. Və hamısı üçün cavab verməlidir. Bu dəqiqə İsraildə nə deyirlər? Deyirlər 3 ildir, 4 ildir biz müharibədəyik. Ya Qəzzi ilə, ya İranla, ya Livanla. Nə vaxt bitəcək bu söhbət? Yəni İsrailin daxilində mən nə vaxt baxıram ki, bir müsahibələr çıxır, bir intervyular çıxır, hər hansı bir deyirlər ki, orada onlar xalq deyirlər, biz cəmiyyət deyək, kütlə deyək. Beziblər ki, bu müharibələr nə vaxt bitəcək? İsrailin yaşamağı sülhdə hallanır. Netanyahunun şəxsi həyatı və yaşayışı və siyasi həyatı isə müharibənin davamında. Çünki müharibə bu dəqiqə bitərsə heç bir nailiyyəti yoxdur. Yeganə dediyi nə idi? Ki, Livan cəbhəsini mən bitirmişəm. 16 ayda atəşkəsi pozurdu və heç bir cavab gəlmirdi. Livan cəbhəsi elə qayıtdı müharibəyə ki, heç vaxt belə döyüşməmişdi. Həqiqətən o əvvəlkindən də çox pis vurdu. Çox pis vurdu. 40 günlükdə onların yəni cənubuna qədər, yəni Livandan ən uzaq olan yerdə onların o kiber hücumların qarşısını alan o yüksək radar texnologiyalarının hamısını vurdu. Həqiqətən çox pis. Yəni ağlar günə qoydu da. Möhtəşəm bir şeydir və ona görədir ki, yəni hal-hazırda bu koalisiya ki, Amerika ilə İsrail arasında yaranıb, bunlar mənafeləri dünyəvi olduğuna görə, bunlarda heç bir mənəvi, heç bir ilahi bir maraq yoxdur ki, düz indi İsraildə bəzən ideoloji bir mövzular da var ki, özlərini yəni dünya sahibi bilirlər, onlar o ideoloji ondan da sui-istifadə edirlər. Amma Amerikada yoxdur ki o. Yahuda deyir ki, fasıq Yahuda deyir ki, Allahın ayələrin alt-üst elədüz yalnız və yalnız öz
maddi çıxarlar olsa. Qardaş, tarixi isnadı var da. Yəni bunlardan çox peyğəmbər öldürən olmayıb ki. Yox. Və yəni demək istəyirəm, əgər hətta bunların dini ideologiyaları olsa belə, Amerikada o da yoxdur axı. Amerikada heç nəsə. Ona görə bunların mənafeləri yalnız maddi olduğuna görə, hal-hazırda bu maddi mənafeləri bir araya gəlmədiyinə görə bəli bu ixtilaf təbii ki yaranacaq və yaranmaqdadır. Məncə keçək Apache söhbətinə. Əgər bir qeydin varsa buyur, sonra keçək Amerikaya. İki cümlədə qoydum, belə qəşəng yerə getdim. Yadıma düşdü bir məsələ. Bu düzəndən ki danışır. Apache o nizamın göstəricisidir əslində. Bəli, həqiqətən də bax, bunların, sən dedin ha, İsrailin gücü qalmayıb. İsraili qoydu bu tərəfə. Amerikanın o cəsarəti, cürəti yoxdur. O 40 gündən sonra bu ixtilaflar deyil, onun başında ola bilər. Təsəvvür elə, bunlar iki şey bunları namid elədi. İstəyirdim bunu deyəm ki, bu həqiqətən çox mühüm faktdır. Bu iki şey yeni düzənin qabarıq göstəricisidir. Biri, bunlar gördülər çarəsiz qalıblar. Getmək də bir dərd, qalmaq bir dərd. Yadıma gəlir, biz danışırdıq həmişə, nə gedə bilirlər, nə qala bilirlər. Çarə nə idi? O farsça deyirlər, qətrə çəkani. Damcı, həm adiləşdirməklə, həm test eləməklə başladı Fars körfəzində Hörmüz boğazından Amerika atəşkəsi pozmağa məcbur idi. Bir səthdə pozdu. İndiyə qədər də geniş ata bilərlər haralarsa, amma səthidir, tam vura bilmirlər də bir istədilər. Bir səthdə başladılar, gördülər İran 3 qat verdi. İkinciyi pozdular, gördülər 5 qat verir. İndi bu gecə İran şou çıxartdı məntəqədə. Sözün həqiqi mənasında indi Apache'dən başlayanda ora gedib çıxar o haralarını eləyib. Bir bu yeni düzəni göstərdi ki, bunlar İranı adiləşdirərək yoxlayıb iradəsini zəiflətmək istəyirdilər. Hesab tamam yenə əksinə döndü. Bəli. İkincidə İran sözünün üstündə bir də harda dayandı. Quds komandiri ki, Sərdar Qani bir neçə dəfə tweet qoydu ya, koordinasiyalıdır, yekparça, bir həmahəngdə, yəni bir sistematik olaraq bir parçadır bu ox, bu azadlıq cəbhəsi. Bunu göstərdi əməldə, koordinasiyalı işlədi, fikir ver. İran 40 gündə Livan və İran daha çox zərbə vururdular. O birlər arada da İraq öz içində idi. Amma yəni o İsrailə zərbə baxımından İran və Livan tərəfdən idi də. Bir-birini orada koordinasiyalı eyni zamanda zəminələr yaradırdılar. Sonra atəşkəs dilimi ki başladı. Fikir ver, Livan cəbhəsi başladı. Hər gün onların canlı qüvvələr, texnikalarına əlavə radar sistemləri və inkişaf etmiş sistemlərini vurdu. Vurdu. İşi o yerə gətirdi, hesablamışdılar ki. Onlar bir dənə Beyruta qarşı çaşan kimi vurulub baxı. İran vurdu. Zəminəni Livan yaratdı. İran vurduğu zərbə bəyan elədilər ki, bəyanat verdilər, %100 isabət elədi. Əvvəl məsələn çox idi yenə. %80, %90 yaxın vururdu. Amma %100 isabət elədi. İran bir gecəyə vurdu onların əsas Ramat David filan yerlərin, çəkildi kənara, indi yenə Livan cəbhəsi başlayır. Livan cəbhəsinin arxa cəbhəsini vurdu, logistiki dəstəyi vurdu. Əhsən, Livana hücum elədilər, oraları vurdu. İndi yenə Livan başlayıb. Fikir versən, indi Apache məsələsindən sonraki söhbətlər. Çox gözəl bir məqamı burada toxundu. Bunlar bağırlar çartdı İsraillərin. İsrail Katz ki var, müdafiə naziri, ya o Ben-Gvir ki, Allah onu lənətləsin. Məncə dünyanın, yəni yer üzündən bunlar 2-3 insan varsa biri də odur. Bunlar baxırlar ki, İran yeni bir qayda yazdı. Zahiyəyə hücum bərabərdir İsrailin Hayfa və üz yuxarıya hücum. Baxırlar çartdı, qala bilmirlər. Gəldilər, bunlar da yeni bir qayda tərsim etsinlər. Dedilər ki, İsrailin ərazisinə hər hansı bir hücum olarsa Livandan bizə zahiyəni vuracaq. Sözdən yarım saat keçməmişdə vurdu. Livan cəbhəsi İsrailin şimalındakı 4 o şəhərciklər ki var, onlar 4-ündəki olan bazaları vurdu və dəydi də. Yəni havadan müdafiə sistemləri də işi. Yenə başladılar təhdid etmək, yenə hələ də vurur. Yəni dayanmayıb. Livan cəbhəsindən İsrail raketlər dayanmır. Yenə də cəsarət edib zahiyəni vura bilmirlər. O da onu göstərir ki, o %100 raket ki dəyir. Yəni buradan 10 dənə qalxırsa, onu da orada dəyir. O göstərir ki, artıq o işini görür və bu da İslam ordusunun
başda İran İslam Respublikası olmaqla ballistik raketlərinin gücünün misilsiz şəkildə inkişaf etməyinin göstəricisidir. Həm o radarların və hamısının vurulması çox böyük təsirdir. Bunlar da daimi inkişaf etdirirlər. Hər əməliyyatdan sonra nə qədər inkişaf etdirirlər bunlar. Məsələn, 12 günlük müharibədən 40 günlük müharibəyə qədər nə qədər bu raketlər inkişaf eləyib, onu məsəl üçün bir dəfə gərək xüsusi şəkildə izah edək. Və bu %100 dəymə, özü, yəni nə qədər raket atılmışsa hamısı dəydi, heç biri zərərsizləşmədi. Bu onu göstərir ki, artıq o İsrailin mifi ki sınmışdı, İsrailin o toxunulmazlığı ki sınmışdı. İsrailin o yaratdığı toxunulmazlıqda ki, dedilər ki, bizim dünyada ən güclü havada müdafiə sistemlərimiz var. Artıq qəbul edirlər ki, dünyada heç bir texnologiya yoxdur ki, İran raketlərinin qarşısında müqavimət göstərə bilsin və bu bir qaydadır. Yəni İran ürək istədiyi yeri vura bilir. Xeybər Şuşanı yenə işə salıblar, yenə. Bəli, 3-cü versiyadır, 3-cü nəsildir ki, ilk dəfə istifadə olunurdu. Amma o atəşkəsin xırda-xırda pozulmaları ki, Amerika tərəfindən ki, dedim, Fars körfəzində, burada iki təhlil var. Məncə hər ikisi də bir növ düzdür. Yəni, bir-birin tamamlayan bir təhlildir. Birinci düşüncə və analiz budur ki, xırda-xırda orada Qeşm adası var. Qeşm adası düzdür. İndi həm səyahət və turizm baxımından da güclüdür, yaşayış da var. Amma əslində mahiyyəti Qeşm adası hərbi bir adadır. Hörmüz boğazına yaxındır və Hörmüz boğazına tam şəkildə kontrolu var. Və yeni koridor ki, İran tərsim edib də Qeşm adasının kənarından keçir. Qeşm adasında onlar radio mərkəzlərini ki, orada yəni ticari gəmilərlə əlaqə qurandır, radarlardır və müxabirət sistemləridir. Bunları vururlar ki, İranın Hörmüz boğazına olan kontrolunu zəiflətsinlər. Və həqiqətən də baxanda hədəflər belədir. Və həqiqətən də təsir var və düz bir analizdir. Yəni, neçə mərhələli aparmaq istəyirlər də, zəiflədib sonraki mərhələyə özləri keçsin. Növbəti mərhələdə öz gəmiləri rahat keçə bilsin Fars körfəzindən. Niyə? Çünki İran artıq dənizi görə bilməsə, gözlə görmək demir də, yəni radarları ilə, radio frekansları ilə görə bilməsə, danışa bilməsə və əlaqə qura bilməsə gəmilərlə, təbii ki, Hörmüz boğazını da kontrol edə bilməyəcək. Bunu da deyim. Hörmüz boğazı İran kontrolu ilə açılması Amerika üçün 10 qatı daha azdır, nəinki Hörmüz boğazı tam bağlı qalsın. Yəni, hazırlar tam bağlı qalsın, amma İranın kontrolu ilə açılmasın. Və ikinci təhlil budur ki, danışıqlarda, çünki danışıqlar gedir də İranla Amerika arasında və danışıqların necə getdiyini artıq demək məncə ehtiyac yoxdur. Hamı bilir ki, İran geri çəkilir. İran sülh istəmir. Sülh bu deməkdir ki, hər iki tərəf otururlar, müəyyən güzəştlər gedirlər, müəyyən nailiyyətlər əldə edir, bir söhbəti bağlayırlar. İran razılaşma istəyir və saziş istəyir. Yəni mən qalibəm, mən şərtlərimi deyəcəm, əvəzində səni vurmayacam. Və İran bu modeldə getmək istəyir. Və ikinci təhlil ki, məncə çox doğru bir təhlildir, budur ki, yəni hər iki məqsəd var da, həm birinci məqsəd, həm ikinci məqsəddir. Bu danışıqlarda nə vaxt bir düyünlə rastlaşırlar, nə vaxt bu danışıqlarda iş ilişir və qabağa getmir, İran tərəfi sözündən geri çəkilmir və Amerika istəyir ki, o İranın mövqeyini bir növ yumuşaltsın və İran qorxutsun. İran göstərməz ki, bax, mən geniş miqyaslı müharibəyə hazıram ha. Gəlir, əməliyyat edir ki, İran qorxsun. İran da cavab verir. Pis cavab verir. Və yenə də o düyünü ki, açmağa gəlirlər, daha da möhkəm düyünlənir və açılmır. Və bu hər ikisi düzdür. Çünki yəni o doktor Qalibovun tweeti ki var idi, biz diplomasiyanı tərcih edirik. Yəni biz istəyirik ki, diplomasiya ilə işimiz qabağa getsin. Amma qeyri-diplomatik dillərdə daha rahat danışırıq. Və bu bir iki. 3 Apaçinin İran tərəfindən vurulması, Amerika dedi ki, bu İranın Şahid Puası tərəfindən vurulub. Və sonra neçə saatlar dedilər ki, araşdırırıq görək, bir 12 saat təxminən çəkdi. Dedilər ki, araşdırırıq görək ki, necə olub. Pua vurubsa, bu necə araşdırırsınız? Vurub da bunu. Təsadüfən yolda rastlaşmayıblar ki, vurub bunu. Çörək almağa gidiyor. Amma mühüm qeyd var idi o Apaçinin vurulmasında. Bunlar Hörmüz boğazını beynəlxalq sular kimi dünya göstərirlər. Amerika deyir ki, bura beynəlxalq sulardır və İran haqqı yoxdur buranı bağlasın. İran da deyir ki, hansı beynəlxalq sular? Hörmüz boğazı bir boğazdır ki,
yarısı İran coğrafyasındadır, yarısı Oman ölkəsinin coğrafyasındadır. Beynəlxalq sularda, azad sularda deyil. Nə Bəli. nə Əraziyə beynəlxalq ərazisi daxil, də hə. sularda İran və Oman sularıdır. Burada siz gəlib dünyanı aldada bilməzsiniz. Və bu Apache vertolyotu Hörmüz boğazının üzərində uçurdu ki, İran tərəfindən hədəf alındı. CENTCOM qeyd etdi ki, azad sularda vurulub. Doktor Əraksin bir Twitter var idi, bilmirəm onu gördün yoxsa yox. BMT-dən sənədlər çıxartdı ki, Hörmüz boğazında azad sular yoxdur. Bura İranındır. Bəli, bəli. Yeri də Azad İranındır, sular, suyu da İrandır, göyü də İranındır və onlar İran səmasını və səma bütövlüyünü yəni nəqz etmişlər deyə hədəf alındı. Və bu mühüm idi və buradan başladı. Bir qeydin varsa? Bəli, bu əslində bu özü də yeni danışdığımız nizamın göstəricilərindən, indiyə qədər sadaladıqlarımızdan biri də budur elə əslində. Yəni bilirsən nədir? Belə deyək də, iki şey burada qabarıq nəzər çarpır bu Apache məsələsində. Biri budur ki, artıq İran necə deyərlər, təsbit edir ki, mən zarafat eləmirəm. Və heç kəsdə zarafatım yoxdur. Hegemon Amerikaya deyirdiniz. Gördünüz Amerikanı. Bir bunu təsbit etməsini göstərir artıq dünyaya. Rəsmi dildə göstərir. Və necə göstərir? Sən dediyin kimi. Meydanda vurur. Meydanın davamı olan diplomatik arenada Xarici İşlər Naziri çıxır. Heç bir qələt. Rəsmi də belədir. Heç bir qələt eləyə bilmərsiniz. Nə qədər bacarırsınız, tez qaçın buradan. Sular da bizimdir. Yəni, bu təsbit məsələsində bir şey göstərir. İkinci məsələ də artıq belə deyək də, onları daha böyük məncəniyə salır bu yeni nizamı təsbit eləməklə. O da nədir? Bayaq dedim, sən də davam edin, iki ehtimalı var, iki təhlil var ki. Onlar ki, damcı test eləyib, yavaş-yavaş, gətirə-gətirə qabağa gətirmək istəyirdilər. Həm gözlərdə adiləşsin, həm İranın reaksiyasını ölçsünlər, həm də sən dediyin o planları vurmaqla, o kontrol etsinlər ki, səhvləsinlər. Hə, yavaş-yavaş bu elə gətirə-gətirə aparmaqla olmalıydı. Çünki böyük müharibəyə girmək istəmirdilər. İran Apache əməliyyatını eləməklə, ya Apache vurulması ilə, Apache də hyper inkişaf eləmiş deyirlər də buna, yəni çox güclü inkişaf eləmiş bir Amerikanın ən müasir və ən güclü və ən qabaqcıl vertolyotudur. Bunu vurmaqla təsbit elədiyini və zarafat eləmədiyini göstərməklə yanaşı, bunu da göstərdi ki, siz zərrə qədər ümid eləyə bilmərsiniz. Bu gətirə-gətirə gələsiniz, adam başı alladasınız, harasa bir telekommunikasiya, radar sisteminə nəsə atasınız, elə biləsiniz ki, yox, biz kör oluruq, xeyr. Və bu Apache'nin arxasıca baş verən hadisələrdə təhdidlə cavab verib, onlar bir neçə yerə hücum eləməyi ilə İranın vurduğu geniş zərbələr ki vardı, sözün həqiqi mənasında geniş yerlərə zərbə vurdular və dəqiq vurdular. Dəqiq İordaniyadan tut, Küveyt, Bəhreyn ki, həmişə onlar... CENTCOM əməliyyatı başlayan kimi onlar hava məkanlarını bağlayırlar. Bilirlər ki, onlar vurulacaq. Ya, bütün bu faktlar göstərdi ki, bu sözün həqiqi mənasında yeni dünya nizamı və düzəni artıq bilirsən nəyə oxşayır? Bir sel gələr, bir dalğa gələr, böyük bir sel gələr. Qarşısına bir sədd kimi bir şey qurarlar. Sel o qədər güclənər, o səddə aşar. Ondan sonra gətirib ağac, daş filan yığmaq istəyərsən, o səddi dağıdandan sonra o ən güclü bacardığın səddi qoymuşdun qabağına, bu sel aşırtdı. İndi yeni dünya düzəni adında bir sel İrandan Allahın lütfü ilə və gücü ilə, həqiqətən möcüzəsi ilə gəlib, sizin fiziki baxış kontekstünüzlə ölçüləsi bir şey deyil. Həll olunası deyil. Bu sel başlayıb, sel də yolda bilirsən də, bu sel gələndə kim qoşuldu buna, bununla getmək qabiliyyəti varsa, hamısını götürür, aparır və getdikcə də yolda böyüyür. Bu da qloballaşır.
artıq bunun qabağını almaq qarşısında nə qədər dayansa o qədər daha ağır rüsvayçılıq və zərbə görəcək. Şəhid rəhbərimiz müharibədən qabaq bir növ sözü ki bitirdi. Yəni dedi ki, mənim kimisi Yezid kimisi ilə beyət etməz. İmam Hüseynin bir rəvayətidir. Çox müxtəlif baxışı var və bunda izah etmişik. Amma bir nümunəsi dünən gecə göründü. İki balaca rayon ki İran cənubunda su olmayan və quraqlıq olan ərazidə su çənlərə vurdular. Və 10 minlərlə insan dünəndən bu tərəfə susuz qalıblar və ümumiyyətlə o rayonlarda su kəsilib hal-hazırda. Bu nə döyüşdür, bu nə müharibədir, bu nə Yeziddir. Həqiqətən də, yəni burada görünür ki, yəni Yezid həqiqətən şəhid rəhbərin bunlara işlətdiyi sözdür ki, həqiqətən də elədir. Əməliyyatlar etdilər 5 dalğada, Bəndər Abbasa, Qeşm adasına, Sirik limanına və digər yerlərdə zərbələr vurdular. Və Centcom elan edən kimi dərhal ki, Centcom elan edir ki, bizim İranda əməliyyatımız qutardı. Filmin maraqlı yeri buradan da başlayır. İranın hücumları başladı və mən üzdən oxuyayım, çünki adlarını yaddan çıxardım deyə. İranın əməliyyatları baş verdi Bəhreyndə 5-ci donanmanın mərkəzinə və Yordaniyada Əl-Əzrəq Amerika bazasına ki, hansı Centcom'un əməliyyat komandirliyi orada yerləşirdi. Onları vurdu. Və F-35 saxlanan yerədir ki, neçə F-35'i yerdə vurdu. 4 raketlə Əl-Əzrəq bazasını vurdu ki, biri komandirliyi, yəni Centcom'un əməliyyat komandirliyi mərkəzinə vuruldu və digərləri də F-35'lərə ki, yerdə və orada vuruldu. Xeybər Şikanla vurdu deyəsən onlara. Bəli, Xeybər Şikanla da vurdu, İmad da var idi, Qədr də var idi. İmadla Qədr İranın bütün əməliyyatlarında var. Onlar elə... O raketlər bütün əməliyyatlarda var. Və Kuveytdə də 2 baza hədəf alındı. Və İranın, yəni İsrail Keşikçilər Korpusunun bildirdiyinə görə əməliyyat 70% başarılı olub. Yəni qeydi təxmin budur ki, 25-dən çox raket vurulub ki, 25-dən çox raket vurulmağın 70%-i varsa, hamısı da 1 ton yarımlıq raketlərdir. Yəni təsəvvür olunması deyil. Çox ağır zərbələr idi və Məxsun o Xeybər Şikanın yeni versiyası, Allah. Onlar özü dadırdı onu bilirlər. Çox qəşəng bir hadisə idi. Və dediyim kimi, qeyd etdiyim kimi, yəni İranın Keşikçilər Korpusu razılığı elan etdilər və dedilər ki, istədiyimiz hədəfləri vurdu. 70% başarılı idi. Və Yordaniyada, Kuveytdə və Bəhreyndə vurur. O, onu göstərir ki, İran artıq hər hansı bir cavabı bərabər cavabla vermir. Neçə qat artığını vurur. Və çünki bir dənə Apache'yə görə gəlib cavab verirsənsə, ən azından 2 F-35 orada sıradan çıxıldı. 30 milyon dollarlı bir Apache'yə görə əməliyyat edirsənsə, ən azından 300 milyon dollar F-35 əldən veribsən. Və Centcom qəti şəkildə elan etdi ki, əgər bizim, özə dedilər ki, müdafiə xarakterli əməliyyatdır bu. Həmişə belə ad qoydu. Bəli, və qəti şəkildə dedilər ki, əgər İran cavab verərsə, biz dərhal cavab verəcəyik. İran vurdu, yenə də cavab gəlmədi. Bu da həmişəki bir normaldır, yəni ölgəşmişik. Nəsə müvəqqəti vururlar haransa, İran geniş miqyaslı vurur, buna təhdid edirlər və həyata keçirmirlər. Olay buydu. Yəni texniki baxımından 4 bazada, 3 ölkədə, 2 dənə Kuveytdə, 1 Bəhreyndə və 1 Yordaniyada 24-25-dən çox raket və 30-dan çox PUA zərbəsi olub ki, 70% başarılı şəkildə olub və ondan sonra da Centcom tərəfindən heç bir bəyanı olmadı. Mən Axios'a baxırdım, elə çəkilişdən qabaq David Barak ki, siyonist bir jurnalistdir və Netanyahu yaxın, Netanyahunun ən sevdiyi jurnalistdir, belə deyək. Axios'da qeyd edib ki, bəli, İran 7 raket vurdu, 6-sını havada müdafiə sistemləri tutdu, bir də boş əraziyə idi. O kontujon olan əsgərləri kimi. Amma bu nəyi sübut edir? Ki, gəlib məsələn Axios David Barak səviyyəsində bir insan. Axios ki, yalnız yalan yayır, amma bunların sözləri də, yəni bunların mövqeləri buradan çıxır. Düzdür, hamısı yalandır, güvənməmək lazım, amma bunların sözü buradan çıxır. Niyə? Ümumiyyətlə təhlükəsizlik sistemlər tərəfindən idarə olunan bir xəbər agentliyidir.
Bu onu göstərir ki, artıq İranın bu zərbəsinə cavab vermək istəmirlər və senzura tətbiq edirlər ki, bəli, yəni Hə. heç nə olmadı. Hə. Və deməsələr ki, İran şox xarakterli bir hücum etdi ki, yəni artıq bütün dünya bilir ki, elə deyil. Bir qeydin varsa buyur. Bəli, indi elə toparlasaq, elə biləm zamanıdır ki, əsas hədəfimiz nə idi? Yeni nizamın göstəricilərini bir daha təhlil edib xalqa çatdırmaq, cəmaatımıza çatdırmaq ki, ayıq başla hadisələri təhlil eləyək və görünən də budur ki, sözün həqiqi mənasında bir güclü qol gücü və çəkişmə gedir və İran öz hesabını otuzdurub artıq stolun üstünə belə deyək və tədrici olaraq və getdikcə intensivləşərək İranın bu toqquşmalar ki baş verir, bu toqquşma balansını yuxarı qaldırması sanki bir zamana hesablayıb bu yaxın gələcəkdə bunlar böyük döyüşün qığılcımları kimi baxsaq bunlara. Münasib zamanda o qığılcımın birindən tutub təkcə hərbi sahədə deyil. Amerika və Siyonist rejimin işini mən həmişə təbir edirəm, sonuncu mismarı sonuncu çəkici vurmaqla belə deyək, həll eləmək istəyir. Yəni bu qığılcımları ora aparır ki, yavaş-yavaş bunlar gəlsinlər və tədrici bu işi görməyinin də səbəbləri çoxdur İranın. Çünki qarşı tərəf, sən də dedin, su çənlərini vurmaq kimi namərdliyə əl ata bilirsə, mən özüm dəfələrlə demişəm, və yaxud da qardaşlıq münasibətini İran nəzərə alır. Özü qorxusundan, özü göstərdi 40 gün ki, mən geniş miqyaslı girirəm döyüşə. Amma bəzən niyə kontrol edirəm, tək özümü düşünmürəm. Bölgədəki müsəlman qardaşlarımı da və xalqları da düşünürəm. Çünki o qədər namərddirlər. Biraz təzyiq artan kimi başlayırlar yalancı bayraq götürmək üçün kimlərisə mülklərini vururlar, kimlərisə ola bilər atom atarlar. Heç İrana cəsarət eləməzlər ha. Atarlar atom silahını, məsələn, nüvə silahını atarlar Suriyaya, atarlar məsələn bir müsəlman ölkəsinə. Yəmənə və ya Yəmənə harasa atarlar, deyirlər ki, məsələn İrandan düşdü, ya İran səbəb oldu kimisindən. Məsələn, Kuveytdə çox əksəriyyət şiələrdir, indi zalim hakimiyyət əlinə düşüb. Həbs edirlər, vətəndaşlıqlarını əllərinə alırlar, əziyyət edirlər. Bəhreyndə də həmçinin əksəriyyət şiədir, belə edirlər. Hətta Şəncə altında neçə nəfər şəhid oldu bu dönəmdə. Və təəssüf ki, belədir. Yəni, düzdür, Bəhreyndən, Kuveytdən və digər yerlərdən hücum alır. Amma xalqlarına baxanda Körfəz xalqlarının əksəriyyəti şiələrdir. Yəni, bunu heç kim inkar edə bilməz. Bunu görə İran nəzərə alır. Mənim təəssüf ki, hakimlər zalimdirlər, amma xalqlar elə deyirlər. Bunu ən azından Azərbaycan xalqı düzgün başa düşə bilər. Əziz izləyicilər, bugünlük bu qədər idi. İnşallah ki, faydalı olmuş olar. Növbəti bir görüşə qədər sizi böyük və mehriban Allaha tapşırıram. Allaha əmanət olun, sağ olun. Allaha əmanət olun.